Salam aleykum, əziz xalqımız və hörmətli qardaşlar, hər birinizi salamlayıram. Əlhamdülillah, bugün yenə yığışmışıq xeyir bir iş üçün. Hansı ki, Rəşad qardaşımızın 3 illiyini qeyd edirik. Ayıqlığının 3 illiyin. Bu, bir asılı üçün çox ciddi bir tarixdir, ciddi bir rəqəmdir, həmd olsun Allaha. Və istəyərdim ki, Rəşad qardaş haqqında qısa bir məlumat verim. Təbii ki, çoxları baxıbdır əvvəlinə. Hansı ki, qardaşımız 14 yaşından 21 yaşına qədər narkotik istifadəçisi olub və mərkəzə gələndə yara pis vəziyyətdə idi. Şükür olsun aləmlərin Rəbbinə ki, qardaş gəldi mərkəzimizə 3 il öncə, müalicə olundu, əlhamdülillah işlə təmin elədik və hətta qardaşın toyunu da elədik. Bunları niyə vurğulayıram? Bu günləri qardaşlarımızda, misal üçün, Tərlan qardaşımız üçün biraz axtarış elədik ki, qız tapaq, evləndirək, çətinlik çəkir. Yəni, narahat olmayın. Yəni, asılı insan sağalırsa, uğurlu bir şəxs olur. Ona görə bugün Rəşad qardaşımızı hətta çəkib təqdim eləmək istəyirik ki, yəni bu cəmiyyət narahat olmasın bu şəxslər haqqında. Necə ki, Rəşad qardaş işində məsuliyyətlidir, bizim kollektivin əməkdaşlarındandır, hamımızın sevimlisidir, məsuliyyətli, ədəbli, əxlaqlı bir qardaşımızdır, şükür olsun Allaha. Və keçən il artıq, keçən il Zəfər günü qardaşımızın toyunu elədik və artıq inşallah yaxınlarda övladı olmalıdır. Allah müvəffəq eləsin, Allah asanlaşsın, salihlərini etsin. Bunu niyə qeyd edirəm? Qardaş gözəl bir ailə başçısıdır. Həm işində məsuliyyətli, eyni zamanda könül bacı ilə də, anası ilə də əlaqə saxlayıb, maraqlanırıq tez-tez ki, yəni necə aparır evdə özün? Ailədə necədir? Çünki kimsə işdə, dostlar yanında yaxşı ola bilər, yaxşı görünə bilər. Lakin ailədə problemli ola bilər. Onu qeyd etmək istəyirəm ki, qardaşımız ailədə də çox, maşallah, barakallah, gözəl sədalarını eşidirik. Allah sabit eləsin. Ona görə hətta orada şərtdə yazmışlar ki, yəni asılı, qaydar, cəmaatın qızının bədbaxtlarını, ya elə deyil əsla. Hətta misallarımız çoxdur burada. Və bu günləri qonaqlarımızdan birini də sizə təqdim etmək istəyirəm. Bizim ilk pasiyentlərimizdən olubdur qardaşımız Mahmud müəllim. Nur Life Reabilitasiya Mərkəzinin rəhbəridir və bizim mərkəzdə sağalıb 15 dənədən çox reabilitasiya açan var. Lakin biz hamısından razı deyilik. Qardaşımız, Allah razı olsun, o razı olduğumuz kəslərdəndir ki, mən istəyərdim ki, hətta elə bizim səhvə ilə qardaşı da tanıyasınız ki, övladlarınızı etibar eləyə bilərsiniz. Çünki sıx əlaqəmiz var, gedirik, gəlirik mərkəzə, o gəlir, gedir, məsləhət, məşvərət edirik. Məmməd Rıza müəllimlə daimi məsləhətləşirlər. Şükür olsun aləmlərin Rəbbinə, qardaşın da artıq 5-ci ili olacaqdır, Allahın izni ilə. 5-ci ilə keçəcək daha doğrusu. Hətta qardaşın şəriki də etibarlı qardaşlarımızdandır, bizim ilk pasiyentimizdir. Bəhram qardaşımız, qardaşla şərik işləyir. Hər ikisinin ayağın yumuşaq. Əlhamdülillah. Hətta qardaşlara həmişə deyirəm ki, burada öyrəndiyinizi, o necə ki, mən sizinlə davrandım, ayağınızı da belə yudum, siz də öz mərkəzinizdə tətbiq edin. Hətta qardaşlar deyir ki, eləyirik və bu da gözəl bir nəticə verir. Bunu istədim bildirim ki, yəni rahatca etibar edib övladınızı gətirə bilərsiniz. Necə burada proses gedir, qardaşgil mərkəzində də o formada proses gedir. Və qardaşlarımız bu günlər hətta bizim bu işçi heyəti, istər Qurban müəllim olsun, istər Dadaş müəllim olsun, bu kollektiv, bu qardaşlar bir yerdə sağalıbdır, o təzələr istisna. Şükür bu günə ki, bax, həm reabilitasiya rəhbəri xeyirli işlər üzərindədir qardaşlar. Cəmiyyət üçün faydalı olmaq budur. Qardaşlarımızın da çoxu, əlhamdülillah, ibadət eləyəndir, yəni xeyir əhlidir. Allah rızası üçün insanlara xeyrə can atan şəxslərdir. Allah hamınızı sabit eləsin. Rəşad qardaşımız, siz bir daha təbrik eləməli, hər birinizi təbrik eləməli. Bu çox sevindirici, gözəl gündür. Bax, qardaş nümunədir. İstifadəçi şəxslərdən istifadədə olduğu vaxtı çəkinmək olar, amma onları dişlamaq olmaz. Kömək eləyib, müalicə eləyib, dəstək olub, belə bir formalaşdırmaq olur. Həmd olsun Allaha. Yəni, bu günlər çox xoşbəxtik, qısa olaraq. Çox danışmayayım ki, video uzun olmasın, çünki qardaşlarımız da danışacaq. İnşallah Məmməd Rıza müəllim də bir tövsiyələrindən, xatırlatmalarından xalqımıza, hətta bizə lazım olan odur ki, bu müalicə eləyirik, qardaşlar, bu öz yerində. Bizə lazım olan odur ki, millət vəkillərin bura dəvət eləməkdə məqsədimiz odur ki, bu bəlanın qarşısı alınsın. Necə ki, Allah razı olsun, aidiyyatı orqanlar tədbirlər görür, bu narkotik artıq azalır ölkəmizdə. Şükür olsun Allah. Lakin istifadəçiləri müalicə elədiyimiz kimi bizə lazımdır ki, insanlar o yola düşməsin. Ona görə mən analardan xahiş edirəm ki, hətta balaca övladları olan düşünməsinlər ki, mənim uşağım balacadır. İlk 3, 4, 5, 6 yaşlarından
artıq bu psixologiya formalaşır. Ona görə az yaşlarından istiqaməti elə verməlisiniz ki, elə verməliyik ki, gələcəyimiz, gənclərimiz bu yolun qurbanı olmasınlar. Əsas məqsədimiz budur. Allah ölkəmizin, millətimizin üzərindən bu bəlanı götürsün. Birlikdə çalışmalıyıq bunun üçün. İstər media olsun, istər tək polisin, DTX-nın və başqa orqanların işi deyil bu. Bu ümumi müharibədir. Hər birimiz səfərbər olmalıyıq ki, bu müharibədə qalib gələk. Allahdan müvəffəqiyyət istəyirəm. Allah hamınızı sabit etsin. İndi qıraqda qardaşlarımız da var ki, təzələr bu köhnələri görürlər, motivasiya alırlar. Allahdan istəyirəm ki, hamınız daimi ayıq, sabit yaşayasınız. Cəmiyyətiniz üçün bu qardaşlar necə ki faydalıdır, sizlərin də elə faydalı olmağını Allahdan dua eləyib istəyirəm. Allah müvəffəq eləsin. İlk öncə hamını salamlayıram. Mən son vaxtları tez-tez sosial şəbəkələrə baxıram, reabilitasiya mərkəzinə və bəzi insanlar orada mənfi kommentariyalar yazır ki, bunlar düzələn deyirlər, bunlar eyni necə olub, elə də qalacaq, bu onların seçimidir və s. Həmənki şəxslərə demək istəyirəm ki, asıllı insanlar hal-hazırda sizin ailələrin içindədir, qohumların içindədir, qonşuların içindədir. Sadəcə olaraq onlardan bir qismi sağalırlar və faydalı insanlardır. Kimin valideynlərin, yaxınların güc tapıb və reabilitasiya mərkəzinə müraciət edib, bəzilər o gücü tapa bilmirlər. Ya güc tapa bilmirlər, ya inanmırlar, ya fikirləşirlər ki, onlar daha yaxşı bilirlər necə eləmək lazımdır. Baxmamış ki, heç vaxt nəticə olmuyor. Və baxmayın da siz çox vaxtı efirdə eyni simaları görürsünüz, eyni insanları görürsünüz 3 il, 5 il, 4 il və sizdə elə bir illüziya yarana bilər ki, bunlar eyni insanlardır da. Amma bu proqram axı anonimdir. Hər şəxs çıxıb deyə bilməz ki, mən asıllı olmuşam, asıllıdan əziyyət çəkmişəm, narkoman olmuşam, ya iqraman olmuşam. Hal-hazırda burada neçədən qardaş oturur, biz onları göstərə bilmirik. Oturur və bugünkü gündə müalicə alır. Bəzi qardaşlar var ki, müalicəni alıb bitirib və bugünkü gündə sosial bir həyat yaşayır. Ya hər şey reabilitasiya ilə bağlı deyil də. Bizim məqsədimiz odur ki, insanlar reabilitasiyadan kənar yaşasın. Reabilitasiyada ayıq qalmaq böyük bir problem deyil. Reabilitasiyanın prosesindən sonra ayıq qalmaq çox önəmlidir və vacibdir. Və bizim məqsədimiz odur ki, insanlar çıxsın və sərbəst, azad həyat yaşasın. Çünki başqa cür mənası yoxdur. Başqa cür insan başlayır reabilitasiyadan asıllı olmaq. Bir asıllığı o birisi asıllığına əvəz edir. Ümid edirəm ki, siz o gücü taparsınız ki, reabilitasiya mərkəzinə müraciət eləmək üçün. Ki, sizin yaxınınız da sağalsın, azad olsun və faydalı olsun. Sizin üçün, özün üçün və dövlət üçün. Qardaş, sizi mən təbrik eləmək istəyirəm. Allah subhanət hələ sizi son nəfəsə qədər ayıq saxlasın, qardaş. Və siz 3 il ərzində bu cümlə var, sağalan asıllı uğra məhkumdur. Və həqiqətən öz təcrübədən keçirmişsiniz. Eyni şəkildə də Mahmud qardaş. Yəni biz tez-tez o cümləni deyirik də reabilitasiya mərkəzində ki, sağalan asıllı uğra məhkumdur. Və biri var ki, biz bunu deyirik, hələ rastlaşmamışıq da, hiss eləməmişik də. Təcrübəmiz yoxdur, sadəcə olaraq sözdür. Amma təcrübə buradadır. Mən gözəl sözlərə inanmıram, mən təcrübəyə inanıram. Çünki təcrübə reallıqdır. Bu yaxınlarda bir qardaş o birisi mərkəzi keçib, bir müddət vaxt ayıq qalıb, gəlib bizə sırıvnik kimi və oturur ağlayır. Mən başa düşürəm, niyə görə ağlayır. Qardaş da imkanlı olub. Deyirəm ki, qardaş, sənin həyatında imkan olub, pullar olub da, amma o kifayət deyil də sənin üçün. O pul, o maşınlar və s. Ayıqlıq pulunu əvəz edir. Və bizim üçün ayıqlıq o qədər dəyərlidir. İndi qardaşlar, razılaşarsınız da mənlə. Necə burada otururuq, 1 ay ayıqam, 2 ay ayıqam, 3 ay ayıqam. O qədər dəyərli və vacib olur. Elə ki, milyonlara oturub sayırıq. Və qardaş istifadəyə gedəndə bankrot oldu. İndi təsəvvür eləyin ki, bir insan milyonerdir. Yəni, milyoner olmasın da hər kəs də. Yəni ki, hər şey itirmişik. Bir dənə istifadə ilə evi də itirmişik, maşını da itirmişik, olduq bankrot. Nə hissləri yaşayacaq? Ona görə bu o qədər vacibdir 3 il, qardaş. Sanki səndə 3 milyard manat var. Çünki 100 min nəfərə bir dənə sən 3 il ayıqsın. 100 min nəfər, qardaş, bugünkü gündə çöldə istifadə edir.
fərq eləmir hansı simptomdan əziyyət çəkir. Reallıq budur. Mən sənə bütün ürəyindən təbrik edirəm, qardaş. Necə sən 3 il ərzində həm dövlət üçün, həm ailə üçün, həm qardaşlar üçün, həm cəmiyyət üçün, qardaş, faydalı olmusan, inşallah ki də belə faydalı olarsan. Çünki mənim üçün faydalı olmaq elə uğurdur. Elə uğur odur. Mənim maşınım, evim, o yox. Ki, mən faydalıyam bu gündə. Naşid, mən uğurluyam. Çox sağ olun, minnətdaram. Allah razı olsun. Salam aleykum. Mən də hər kəsi salamlayıram. Əvvəllah Ceyhun müəllimə, Məmmədcan müəllimə təşəkkürümü, minnətdarlığımı bildirmək istəyirəm. Bu çətin bir yolda, bu şərəfli bir yolda mənə dəstək oldular. Haqqınızı halal edin, qardaş. Məmmədcan müəllimin sözünə qoşuluram. Mən bizim cəmiyyətdə, ümumiyyətlə bizim mentalitetdə belə bir fikirlər formalaşıb ki, narkomanın, alkoqolikin, nə bilim, adı gələndə ona başqa gözlə baxırlar. Amma belə deyil. O uğura nail olan insanlardan da biri də mənəm. Çünki biraz qalmaqallı həyatım olub. 8 il narkotik vasitələrdən əziyyət çəkmişəm. Ona görə də valideynlər ümidsizliyə qapanmasınlar, inamsızlıq yaranmasın, etibar eləsinlər. Obşi Qurtuluş komandasına həqiqətən təşəkkürümü bildirirəm, minnətdarlığımı bildirirəm. Allah sizləri var eləsin. Və bugünkü də 5 ilin içindədir ki, mən ayıq, gözəl həyat yaşayıram. Birinci Allaha, sonra sizə minnətdarlığım var, qardaş, var olasınız. Salam aleykum, mən də salamlayıram hər kəsi və qatılıram təbriklərə. Rəşad qardaşımızın bugün 3 ili ayıqlığı tamam olur və inanıram ki, bu ayıqlıq onda əbədi olacaq. Bir şey vurğulamaq istəyirəm ki, elə qardaşlar da dedi bu mövzu ilə əlaqədar. Reabilitasiya mərkəzi, yəni digər müalicə metodlarından fərqli olaraq təkcə istifadə elədiyimiz maddələri, istəyir bu alkoqol vasitələri olsun, istəyir narkotik və yaxud da qumar, təkcə bunu dayandırmaqla kifayətlənmir. Həyatımızı daima inkişafa, irəliyə doğru aparan bir proqramdır bu. Və bu proqramı keçib, bu proqramla sağalan insanlar həyatının bütün sahələrində uğur əldə edirlər. Yəni, bu mütləqdir. Bunun da elə canlı nümunəsi Rəşad qardaşımızdır. Bu 3 il ərzində böyük uğurlara nail olub. İstəyir bioloji sferası o gəldiyi gün, yəni vurğuladı Ceyhun müəllim, yaraydı, yəni distrofikdən əziyyət çəkirdi, yəni çəkisi həddən artıq aşağı idi. Psixoloji durumu yəni çox yaxşı vəziyyətdə deyildi. Bu gün əlhəmdülillah həm psixoloji danışığı istər-istəməz narkotik böyle 14 yaşından narkotik istifadəçisi idi və küçə həyatına meyilli idi. Gəldiyi günlər mənim indi kimi yadımdadır. Yəni 2 kəlməsindən biri küçə sözlərindən, söyüşlərdən istifadə edir. Bu günləri çox mədəni şəkildə, yəni 2-3 dənə institut qurtarmış insan kimi danışır hər bir kəsdən. Rəftarında, ünsiyyətində və ondan əlavə iş sferasında bizlə çalışır, yəni işində çox məsuliyyətlidir və maşallah olsun ki, ailə qurub, mən deyərdim ki, Rəşad qardaşımız nümunəvi sağalmaqdan əlavə, nümunəvi bir oğuldur bu dəqiqə valideyni üçün, nümunəvi bir qardaşdır öz qardaşı üçün, nümunəvi ailə başçısıdır, nümunəvi dostdur və nümunəvi bir kolleqamızdır, iş yoldaşımızdır. Bərabər çiyin-çiyinə bu günləri bu sahədə çalışırıq. Rəşad qardaşım, fəxr edirəm sənə. İkincidə mən minnətdaram Mahmud qardaşımıza. Mahmud qardaşımız, yəni bizim reabilitasiya mərkəzinin ilk nümayəndəsi olub sağalan. Mən bir anlıq apardı 4 il əvvələ təxmini ki, mən gələndə Mahmud qardaşımız artıq öndə gedən sayılırdı. Mənim üçün böyük bir motivasiyası olub. O insanın, yəni mən heç vaxt unutmaram, məndən yaşda gənc olsa da, mən məsələn gördüm də bir gənc bir insanın sağalma yolunda necə əzmkarlıq göstərməyi. Minnətdaram Mahmud qardaş, sənin də ayıqlığın əbədi olsun və işində müvəffəqiyyətlər arzulayıram. Bu işində də bir qardaşım, bir dostun olaraq daima sənə dəstək olmağa hazıram. 7-24. Minnətdaram sizlərə Ceyhun müəllim, Məmmədcan müəllim və burada oturan hər bir kəsə, sağalan qardaşlarıma. Təşəkkür edirəm, sağ ol. Mən də salamlayıram xalqımızı, Rəşad qardaşımızı təbrik edirəm, belə deyək də. Xatırlayıram, Rəşad qardaşımız xətaya düşmüşdü, mərkəzdən çıxandan bir müddət sonra yenidən istifadəyə qayıtmışdı və o yenidən mərkəzə gələndə qapını açdı, otağa girdi. Üzündə yəni qorxuya aid nə qədər hisslər var, qorxu, kədər, utanc, peşmançılıq,
o qədər narahat idi. Sanki bir anlıq o empatiya yaşadıqda onun hissləri keçdi mənə. Sadəcə elə bir ki, belə bir fikir gəldi ki, bu qardaşa indiki moment necə ki, mənə vaxtı ilə ümidimi itirdiyim anda öyrədiblər ki, dəstək olmaq lazımdır, xidmət eləmək, kömək eləmək lazımdır. Yəni, qardaşımızı əlimə atdım içində, dedim, qardaşım, yəni narahat olmadan yenidən istifadəyə qayıtmaq, yəni bu hələ son deyil. Bu hələ o qədər də faciəvi deyil. Əsl faciə sənin o istifadədə, o dibdə qalmağın olardı. Və Allah həmd olsun ki, qardaşımız da oradan da inam, etibar göstərdi. Və onun nəticəsidir ki, bu gün artıq yenidən istifadəyə qayıtmış bir insanın 3 il ayıqlığa çatmağı mən düşünürəm ki, Azərbaycanda nümunə göstəriləcək bir şeydir, bir addımdır. Onun üçün də mən bir daha elə bax bu addımı üçün də onu təbrik edirəm. Qardaşım, sən bugün yenə deyirəm, ayıq qalmağından əlavə yenidən istifadəyə qayıdıb və 3 il ayıqlıq toplayan bir insan kimi də nümunə göstərilə biləcək bir insansan. Mahmud qardaşımızı da salamlayıram bir daha. Xoş gəlmisən öz evinə qardaşım mənim. Uğurlarını görürük, sevinirik, fəxr edirik. Doğrudan da bugün hansısa bir qardaşımızın bir uğuruna sevinmək elə bir gözəl hissdir ki, yəni demək ki, mən bu qardaşla bir yerdə sağalmışam. Vaxtilə o çox dağıdıcı davranışların, ziyan verən bir insandan necə xeyirli bir, faydalı bir insana çevrilib, bunu doğrudan da insanlara göstərmək, insanlara demək çox qürur vericidir. Və bu mesajımız da o olsun xalqımıza ki, istifadədə olmaq bu hələ son deyil, istifadədə qalmaq çox faciəvidir. İnşallah ki, bu onlara yaxşı bir mesaj olar, ümidverici bir mesaj olar. Çox sağ olun. Əvvəlcə hamını mən də salamlayıram. Başda Ceyhun müəllim, siz olmağına bütün qurtuluş ailəsinə minnətdarlıq bildirirəm, təşəkkürlük bildirirəm. Bugünkü gün mənim sağalmağımda əziyyət çəkənlərə hamısına minnətdarlıq bildirirəm. Rəşad qardaşımı da təbrik edirəm. Fəxr edirəm Rəşad sənə qardaşım. Ayıqlığın əbədi olsun qardaşım. Allah sənə köməyivə çatsın, 1000 yaşı qardaşım. Bu yolda sənə uğurlular qardaşım. Sağ olun. Mən də ilk öncə hamını salamlayıram. Mahmud müəllimə də xoş gəldin deyirəm. Mən deməli, reabilitasiyaya gələndə Mahmud müəllim və burada 4-5 qardaş var ki, biz bir yerdə sağalmışıq. Bir öndə gedən kimi nümunə qardaşlardan biri olub. Və Allaha bugünkü minnətdaram ki, xatırlayıram bir 5 il bundan qabaq mən hansı vəziyyətdə idim, yəni hansı bataqlığın içində idim. Eyni zamanda Ceyhun müəllimə minnətdaram ki, Qurtuluş Reabilitasiya Mərkəzinin təsisçisidir və rəhbəridir. Mən də burada sağalmışam, onu qeyd edeyim. Ceyhun müəllim bizə bir rəhbər kimi yox, eyni zamanda yəni bir qardaş kimi həmişə yanımızdadır. Rəşad müəllim məndə, mən onu bugün təbrik edirəm ayaqlı münasibətindən 3 il tamam olur və fəxr edirəm o ilə. Cavandır, hardasa narkotika, elə o bu yaşlarında başlamışam. Belə deyim də, gəncliyimin ən gözəl çağlarını narkotika qurban vermişəm. Maşallah olsun, Allah onu qaytardı, bizi bağışladı, neyəsə görə bugünkü gün sağalma yolundadır və ailəsinin yanındadır. Bundan sonra onun şansı var ki, yəni bu cavanlığını, gəncliyini, gələcəyini qurmaq üçün daha çox şansları var. Mən ona bir daha təbrik edirəm. Ona da qeyd edeyim ki, biz Rəşad qardaşla çiyin-çiyinə çalışırıq. Təchizat, təsərrüfat məsələlərində ona görə də minnətdaram ona. Mən də əvvəla hər bir kəsi salamlayıram. Başda Ceyhun müəllim, Məmməd Rıza müəllim olmaqla Qurtuluş ailəsinə minnətdarlıq edirəm. Rəşad mənim qardaşımdır. İllər öncə mən qardaşımı həqiqətən çox pis halda görürdüm və ona heç cür kömək eləyə bilmirdik. Yalnız ümidimiz Allaha idi. Və şükürlər olsun ki, əlhəmdülillah, Allah Taala vasitəsi olaraq Qurtuluş ailəsini, Ceyhun müəllimi bizim qarşımıza çıxardı. Qardaşıma dəstək oldular. Bugünkü gün ilk öncə Allahın və sonra Qurtuluş ailəsinin sayəsində mənim qardaşım ayıqdır, təmiz həyat yaşayır. Bunun üçün də qardaşım səni təbrik edirəm. Mahmud qardaş da təbrik edirəm. Həqiqətən mən sosial adaptasiya dövrünü yeni təzəliklə bitirmişəm. Və bu cür ayıq qalan qardaşlar, önündə gedənləri görürəm, mənə də motivasiya olur. Həqiqətən mən çox inanıram ayıq qalacağıma və bunu da vurğulamaq istəyirəm ki, Qurtuluş ailəsi həqiqətən heç bir qardaşın yarı yolda qoymur. Çöldə olan qardaş həmişə daim maraqlanır. Mənim üçün bura təkcə bir reabilitasiya deyil, həm də öz ailəmdir. Həqiqətən buradan aralı olanda darıxam, qardaşlarımla çöldə görüşürük, gəlirəm bura. Yəni sağalmağıma inanıram da. Mən bu cəmiyyətdən ayrı qalmışdım. İllər öncə mənim də həyatım tamamilə ideal olunmaz haldaydı. Ta ki mən bu 12 addım proqramını tanıyana qədər, Qurtuluş ailəsini tanıyana qədər. Və bunun üçün də mənə bu şansı ilk öncə verdiyi üçün Allahıma minnətdarlığam.
Əlhəmdülillah. Sonra Qurtuluş ailəsinə hər bir kəsə minnətdarlığım var. Çox sağ olun. Haqqınızı Allah verin. Mən də hamını salamlayıram. Rəşad, səni təbrik edirəm qardaşım. Ayıqlığın, təmizliyin əbədi olsun. Nəinki 3 ilvi, eyni şəkildə 13 ilvi, 23 ilvi, daim bir yerdə, daim şadlıqlarda, şənliklərdə, hər yerdə görüşək və bir ömür boyu ayıqlığımızı və təmizliyimizi qoruyaq, saxlayaq və sənin simanda ümumiyyətcə bütün qardaşlar o qədər gözəl sözlər dedilər ki, yəni mən heç bilmədim nə deyim. Bunu vurğulayardım ki, artıq məndə də 4 il olur. 4 il olmağına çox az qalıbdır və 4 il bundan qabaq həyatımın ən ağır vaxtlarını yaşayırdım. Yaxşı ki, Qurtuluş Reabilitasiya Mərkəzinə gəlmişəm. Yaxşı ki, Ceyhun müəllimi tanımışam. Yaxşı ki, Məmmədrəza müəllimi tanımışam. Onların sayəsində, onların verdiyi, proqramın verdiyi, onların verdiyi tövsiyələr sayəsində 4 ildir ayıq və təmiz həyatımı yaşayıram. Və sənin simanda, Rəşad, bütün aslı insanlara demək istəyirəm ki, verilən tövsiyələrə əməl eləyəndə doğrudan da uğur əldə eləmək olur. Və eyni şəkildə Mahmud, səndən fəxr eləyirəm qardaşım. Səndə də səhv eləmirəmsə artıq 5 ildir, 5 il gedir, ayıq və təmiz həyatını sürür və sənin uğurlarını gördükcə də sevinirəm. Mən də hər kəsi salamlayıram. Başda Ceyhun müəllim olmaqla, Sənan müəllim, Məmmədrəza müəllim olmaqla həqiqətən bugünkü gün bu zirvələrə qalxmaq, bu uğurlara nail olmaq mənə olan böyük bir dəstəkdən irəli gəlir ki, mən bugünkü gün qardaşlarla həqiqətən burada fəaliyyət götürür, işdən təmin olunmuşam. Hər kəsə çoxlu minnətdarlığım var. Həqiqətən mən yadıma gəlir ki, böyük bir bataqlıqdaydım. Heç ümidim yox idi ki, mən ayıq qala bilərəm və təmiz qala bilərəm. Çünki dəfələrlə elə bir dispanser olmasın ki, mən yoxlamayım. Detoksumun sayı hesabı yox idi. Amma həqiqətən bugünkü gün Allahın bir möcüzəsidir ki, bura həqiqətən mənə deyirdilər möcüzəli yerdir. Mən burada hiss elədim ki, ayıq təmiz qalmaq həqiqətən mümkün olur. Həqiqətən bu uğurlardan birisidir ki, bugünkü gün vaxt var idi ki, məsuliyyətimi ətrafımda olan insanlar daşıyırdı. Bugünkü gün artıq öz məsuliyyətimi və ailə məsuliyyətlərimi özüm icra edirəm. Başda Mahmud qardaşı da salamlayıram. Həqiqətən yadıma gəlir ki, mən reabilitasiyaya təzə gəlmişdim. Mən maddi və mənəvi çox dəstək olub Mahmud qardaş. Ona görə böyük təşəkkürlüyüm var. Həmçinin burada oturan bütün qardaşlara. Həqiqətən bugünkü gün ən uğurlardan birisidir ki, bugünkü gün həyatımda sizin sayənizdədir. Bugünkü gün cəmiyyətimə, dövlətimə hər yararlı bir insanım. Həqiqətən bugünkü gün özümlə də qürur duyuram, fəxr edirəm ki, bu yerlərə gəlib çıxmaq mənim üçün böyük bir uğurdur. Sağalan aslı uğura məhkumdur deyəndə mən həqiqətən bunu bugünkü gün hiss edirəm daha. Minnətdaram diqqətiniz üçün. Sonda bir dənə şey qeyd eləmək istəyirəm. Qardaşlar hər dəfə bizim adımızı çəkirlər. Ceyhun müəllim, Məmmədrəza müəllim, bəziləri kollektivin adını çəkir. Mən bir dənə məsələni vurğulamaq istəyirəm ki, burada hər birinin, hər bir qardaşımızın, pasientlərin də bir-birinin üzərində haqqı var. Vallahi. Yəni hətta bir həftə, 3 gün öncə gələn özündən bir həftə, 3 gün, 5 gün sonra gələn pasientə kömək edir. Birinin bir başı ağrıyanda tək bizlər yox, pasient qardaşlar, pasient yoldaşlar da hamılıqla dəstək olurlar. Allah hamınızdan razı olsun. Mən də hər birinizə minnətdaram qardaşlar. İnşallah tortu kəsək. Kəsək, mütləq. Bismillah, bismillah. Kəsək salalım.